Qəlbimizdəki təvəkkülü necə sırf Allah üçün edək? Qəlbdəki əməlimiz Allaha bağlı olsun, hansı səbəbə yox və iş alınmayanda qəlbdəki narahatlıq keçirmək. Buna necə nail ola bilərik? Ümumiyyətlə çıxışımın əvvəlində dediyim ki, insan hər hansı bir əməldə mutqin olmaq istəyirsə, yəni belə deyək də, doğru düzgün dəqiq eləmək istəyirsə, o əməllə bağlı nə gəlibsə oxusun. Ayələrdən, hədislərdən, salih sələflərin, alimlərin sözlərindən, o zaman bu əməldə peşəkar olacaq. O əməli daha doğru düzgün eləyəcək. Allaha olan təvəkkülü də artırmağın ən gözəl yollardan biri, yenə dediyim, həmin əməl həm də ixlaslı olmaqdır. Və həmçinin bilməyin ki, əgər Allaha haqqı ilə təvəkkül edəcəksənsə, Allah Taala sənə bir çıxış yolu göstərəcək. Əgər haqqı ilə Allaha etimad edəcəksənsə, Allah Taala çıxış yolunu göstərəcək. Çünki Allah haqqı ilə təvəkkül edərsə, Allah onu necə ruzləndirir? Quş yuvasından gedir, az gedib tox qayıtdığı kimi deyir, Allah da sizi bax belə ruzləndirər. Nə vaxt? Əgər haqqı ilə təvəkkül eləsən, bəndəyə etibar eləməsən, bəndəyə çox güvənməsən, təbii səbəblərdən götürəcək. Yenə amma qəlb hara bağlanmalıdır? Allaha. Və alallahi fətəvəkkəlu in kuntum mu'minin. Əgər möminsinizsə, yalnız Allaha təvəkkül edin. Və təvəkkəl aləl hayyəl-ləzi la yamut. Daima deyir, ölü olmayan Allaha təvəkkül edin. Ayələrdir. Bəndə bu gün var, sabah yoxdur. Elə bir güvən olar ki, deyirsən, artıq bu məsələ düzələcəkdir, niyə? Ortada filan kəs var. Deyirsən, 99% düzəldi. Ona çox etimad etdiyinə görə görürsən, bəzən baş vermir. Səbəbə çox bağlanmısan. İnsan gəlir Allaha daha çox bağlansın, hər bir işində. Çətinliyə düşdü, nə bilim, bir problemi varsa və ya xeyir bir iş varsa, fərq etməz. Allaha təvəkkül etmək lazımdır. Allaha etimad etmək lazımdır. Vallahi bu ən böyük salih əməllərdən biridir. Qəlb əməllərindən biridir. Yadda saxla. Qəlb əməlləri bəzən o biri zahir əməllərdən üstündür. Əslində də elədir. Qəlb əməlləri zahir əməllərdən üstündür. Allah təvəkkül etmək də qəlbin əməllərindədir. Ən əfsər ikisi bir yerdə olandadır. Zahir əməllərdən də ki, dilin əməli ilə qəlbin əməli. Lakin qəlbin əməli bundan daha üstündür. İkisi bir yerdə olanda daha üstündür. Və təvəkkül də Allaha təvəkkül etmək qəlb əməllərindəndir. İnsan gərək daima Allah təvəkkül etsin hər bir işində. Allaha etimad eləsin və bilsin ki, əgər Allah bir işə ol dedirsə, baş verəcək. Sən nəysə daha çox güvənmə. Əgər Allah istədirsə, o baş verəcək. Baş verməyibsə, istədiyini əldə etməmisənsə, yenə məyus olmursan, deməli bu işdə də xeyir var. Çünki biz onun hikmətini bilmirik. Bəzən elə şey var ki, bizə xoş görsənir, bizə yaxşı görsənir ki, alınsa əla olacaq. Belə düşünürük. Alınır, lakin əla olmur da görürsən ki, sonradan sənin həyatına çox pis təsir edir. Yaşayışına çox pis təsir edir. İstər bu dini yaşayış olsun, istər dünyəvi olsun. Lakin elə şey var ki, bəzən görürsən ki, xoşuna gəlmir, hikmətini bilmir yaxı, lakin sonda vallahi xeyirlə nəticələnir. Həm dünya, həm axirət xeyirlərini əldə etmiş olursan. Ona görə hər bir işdə əzimkarlıq göstərirsən, Allaha təvəkkül edirsən, səbəblərdən yapışaraq, işi Allaha həvalə edirsən, nə olacaq olacaq. Xeyirdirsə, əlhəmdülillah, yox alınmazsa yenə Allah hər bir halda həmd edəcəksən, Allah bizə həmd olsun deyəcəksən. Və xüsusən də bir işi görəndə də istişarə eləmək, istixarə eləmək mütləqidir. İstişarə insanlarla, hamı ilə yox, kimlə gəldi yox, bilənlərlə istişarə edəcəksən və istixarə namazını qılıb Allaha təvəkkül edəcəksən. Sonra buraxdın Allaha. Xeyirdirsə nə gözəl, şərdirsə yenə Allaha həmd olsun və belə.